Səhərdən bəlkə bu səsdən mən yata bilməmişəm. Bu arada günaydın, hər kəsi xoş gördüm. Yeni vlogumdan sizləri salamlayıram. Bugün spagetti hazırlayacağım. Təbii ki, bugün toyuq ətindən istifadə edəcəm. Soğanı xırda doğrayıb, yağa əlavə eləmişəm və üzərinə də toyuq əti əlavə eləmişəm. Biraz saxlayacağım qapağı bağlı. Biraz üzərinə pomidor sosu əlavə edəcəm. Çünki bunda hazırlanan bu ət çox dadlı olur. Və üzərinə biraz dada görə duz əlavə edəcəm. Mən qaşıqla əlavə edə bilmirəm, ona görə bu şəkildə mən bilirəm artıq nə qədər lazımdır buna duz. Biraz da dada görə istiot əlavə edəcəm. Burada biraz pişsin. Soyuq suyu koyuram qazda, əvvəlcə qaynadıram, sonra üzərinə duz əlavə edib bunda qaynadacağım spagettiləri. Belə qızlar, ətimiz artıq yavaş-yavaş pişir. Burada sosumuz hazır olur. Suya da artıq atmışıq. Bu da burada qaynayır. Bütöv atıram, xırdalamıram. Çünki uşaqlar elə sevir. Ona görə belə bütöv əlavə eləmişəm. Hazır olanda çox gözəl olacaq. Van modda hazırlayıram ki, 20 dəqiqəyə artıq yeməyimiz hazır olacaq. Bugün ev işlərində mənə Nərmin kömək eləyir. Qızım evdədir. Salatımız hazırdır. Artıq bizim yeməyimiz də hazırdır. Üzərinə qəşəng, dadlı, qovrulmuş əti əlavə edəcəyik. Sonra stola verəcəyik. Çək Orxan, çək ye. Qəşəng mukbang çəkə bilərsən Orxan. Normal idi. Hər kəs diqqət istəyir, hər kəs dəyər istəyir, hər kəs hədiyyələri sevir. Bu da bizim heyvanlar parkımız. Boşda getdim, qızın hədiyyəsini göndərdim. Bugün oğlumun doğum günüsüdür. 13 yaşı olur. Bilmirəm nə alım, nəyi bəyənəcək. Biraz hədiyyə seçimində hər zaman diqqətli oluram. Amma belə indiki uşaqlara da nəyisə bəyəndirmək biraz zor. Ona görə görək bugün nə alırıq, necə qeyd edirik. Bir dənə gəlib seçmişəm. Əslində hədiyyə seçmək çətindir. Bir dənə belə bir qolbaq seçdim. Necə yaraldı. Deməli qızlar, hədiyyələrimi aldım. Burada ilk öncə sizə göstərim. Görüm sonra biz... Deməli qızlar, mən hədiyyələrimi aldım. Bilmirəm day oğlum bəyənəcək, bəyənməyəcək. Əslində planşet istəyirdi. Amma var, planşeti var, telefonu var. Boşa ehtiyac yoxdur, dərslərini yaxşı oxusun. Ona görə belə bir yazı ilə qolbaq aldım. Adını yazdırdım belə. Dənə düşsün. Sonra bir dənə də belə kaşkök aldım. Burada da ad soyadı qeyd elədim. İnşallah bəyənər. Day oğlan uşağı üçün bir dənə şokolad falan atım. Gedim marketdən. Ondan sonra gedim. Aldım şokoladları falan. Bir paket şokolad aldım. Ən çox Orxan şokoladları bəyənir. Ona görə. Görək reaksiyaları necədir, mənə çox maraqlıdır. Gedək. Gedək baxaq reaksiyası necədir. Orxan. Ay, yiyək. Görək Orxan bəyənir. Mən aldığım hədiyyələri. Ne kadar şokolad oldu? Açıyorum. Ne var yazı?
Yazı var ya Orxan. Bolluca pulun olsun. Burada Bunu beğendin. Bunda da adı var. geldi. İnşallah böyük oğlan olasan. Belə Orxanın tortunu da götürdük. Cəmilə xanımın əllərinə sağlıq. Çox dadlı tortlar hazırlayır. Məndə əsas görünüş yox, ən əsas daddır. Evdə hazırlanan təmiz tortdur. Ona görə də mən hər zaman Cəmilə xanıma sifariş verirəm. Sende yoktu vicdan, etmedin ki. Orxan burger seçdi. Qızlar da burgerlər seçdilər. Bizim hələ biz baxmadan bizim yaşımıza burger uyğun deyil. Düzdür, mən yeyirəm, amma yoldaşıma xoşuna gəlmir. Ona görə biz özümüzə kebab sifariş verdik. İndi o da gəlsin. Sən nə dedin? Sabah nə edirsən? Məktəbə getmə. Getmir. Gəl tortunuzu kəsək. Orxan tortunu kəsir indi. Ad günün sonunu evdə qeyd edirik. Orxan da tortumuzu kəsək. Gəl mənimlə. Siz oturun, mən Orxanla kəsək. Gel babuş gel. Bir, üç, iki, bir. Baby, baby. Onu çöpeli kes. Büyük üstünde bir tane de kes ortadan. Bir tane de kes. Mama üst elleriyle sen tort verəcək. Otur. Çayı iç. Otur. Ad günümüzü belə sakit şəkildə qeyd elədik. Deyəcəksiniz ki, niyə dəbdəbəli yox? Çünki biz əvvəl uşaq vaxtı, mən şəxsən öz fikrimi deyim, istəyərdik ki, uşaqlar bizlə oynayanlar hamısı bizim ad günümüzü qeyd eləyəndə orada olsunlar. Biz amma bunu etməmişik, görməmişik, istəyirdik, istəklərimiz qaldı ürəyimizdə. Amma bugün uşaqlar tam fərqlidir. Ümumiyyətlə uşaqları sevmir, yığışsınlar, gəlsinlər, bir ortamda olsun. Onlara qaldıqda heç ümumiyyətlə ad günləri qeyd eləməyi sevmir. Yalnız mənə oxşayan mənim ikinci qızım olub, o ad günləri qeyd etməyi sevir. Böyük qızım da istəmir, oğlum da, amma mən hər dəfəsində ən azı ailəmlə o ad gününü qeyd etməyi onlara tövsiyə edirəm. Bax, bugün misal üçün bizim doğum günümüzdür. Uşaq bugün dünyaya gəlib, bu dünyaya göz açıb. Yəni bizim doğum günümüzdür. Biz bugün doğulmuşuq və hər ildə doğum gününü mütləq ən azı öz ailəsi ilə qeyd etmək ən yaxşısıdır. Çox da olmasa. Bəzən mən təkliyi sevirəm, ailəmlə qeyd edirəm, bəzən də iş yoldaşlarımla, kolleqalarımla qeyd edirəm. Yəni amma hər ad günümü xatırlayıram ki, bugün mənim ad günümdür, bugün mənim uşağımın ad günüdür, bugün mənim yoldaşımın ad günüdür. Yəni bu çox vacibdir. Ən azı ailə daxili bunu xatırlamaq çox vacibdir. Və ən əsasda nəyə toxunmaq istəyirəm? Biz əslində uşaq vaxtı heç ad günlərini görməmişik. Mən şəxsən görməmişəm. Çünki o vaxtı ad günlər qeyd eləmək, yığışmaq, belə eləmək bizdə yox idi. İmkan cəhətdən bir tərəfdən də məndə ata, ana biraz yaşlı olduqlarına görə onlar belə şeylərə daha çox diqqət eləmirdilər. Mən hər zaman deyirdim ki, mənim də daha gənc anam, atam olsaydı, mənim də ad günlərimi qeyd eləyərdim. Amma bugün, yəni mən özüm görmədiyim üçün hər dəfəsində də ən əsas uşaqlara bugün ad gününün anasının heç vaxt unutmadığını xatırladıram. Bugün belə gözəl keçdi. İnşallah ki, Allah can sağlığı versin bütün övladlarımıza. Təbii ki, biz də valideynlər kimi həmin övladların gələcəyi üçün çalışırıq. Bəlkə bugün onlar dərk eləmirlər, amma zaman gəldikcə bizim bu gördüyümüz işləri onlar da dərk eləyəcəklər inşallah.
İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu arada kanalıma abunə olub bildirişləri açmağı unutmayın. Vloqları bəyənib fikirlərinizi yorumda yazın. Sizin fikirləriniz mənim üçün çox önəmlidir. Maksimum çalışıram ki, yazdığınız bütün yorumlara cavab yazım. Çox sağ olun, təşəkkür edirəm hər birinizə. Çox gözəl bir gün keçdi və gözəl günümü də sizlərlə bölüşdüm.